Xəta edənlər o günah edənlərlə ən mülayim sözlərlə danışırdı. Ən gözəl, ən yumuşaq ibarələrlə söhbət edirdi. Qəlb dolu rəhmətlə onlara nəsiyyət edirdi. Şəfqət yandırırdı və bəzən onların xətalarına göz yumurdu. Onların eyiblərini örtməyə çalışırdı. Necə ki, Məizin Əl-Əsləminin radiyallahu anh onun zina edəndə eybini örtməyə çalışdı. Dedi ki, bəlkə öpmüsən, bəlkə toxunmusan, bəlkə baxmısan və zina edən o qadından bir neçə dəfə üz çevirmişdi. Dinləməmişdi ki, bəlkə qayıtmaz və səhabələrinə deyirdi ki, bu pisliklərdən, bu günahlardan çəkinin, kimsə ondan nəsə edibsə, Allahın örtüsü ilə örtünsün, tövbə etsin. Kim bizə etiraf etsə, səhifəsini bizə göstərsə, ona Allahın kitabını tətbiq edərik, Allahın hökmü ilə hökm verərik. Rəhmətindən nəinki Adəm övladına, hətta heyvanlara qarşı da rəhimli idi. Şəfqəti onları da əhatə etmişdi. Rəbbani rəhmətdən o dilsiz heyvanlar da pay götürmüşdü. Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib heyvana əziyyət verməyə, əksinə qadağan edib onu nişancağa çevirməyə, bağlayıb hədəf etməyə və elə öldürməyə, hətta kəsəndə belə əmr edib ki, gözəl bir kəsildə kəsilsin heyvan. Ona görə bir kişi deyir ki, ya Rasulallah, mən qoyunu kəsirəm, ona rəhm edirəm. Deyir ki, əgər qoyuna rəhm edirsənsə, Allah da sənə rəhm edər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bir dəvənin yanından keçir. Azlıqdan kürəyi qarnına yapışmış bir dəvə. Deyir ki, Allahdan qorxun bu dilsiz heyvanlara görə. Onları düzgün minin, düzgün yeyin onlardan. Necə ki, İbn-i Xuzeymə rəvayət edib səhih isnadla. Əksinə, ona verilən o rəhmətdən, o paydan dilsiz heyvanların kədəri üçün, onların ağrıları üçün də pay var idi. Onların iniltisi üçün də pay var idi. Səhabələrdən bəziləri görür ki, qırmızı sərçəyə oxşayan bir quş iki balası ilə yuvasındadır. Balalarını götürürlər. Həyəcandan quş qanadlarını çırpmağa başlayır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm görəndə deyir ki, kim bunu balaları ilə qorxudub, qaytarın balalarını özünə. Bundan daha da təəccüblüsü, cansız olan kötüyə Peyğəmbər sallallahu aleyhi və səlləm rəhm edib, öz şəfqətindən pay ayırıb, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə İslamın əvvəllərində moizə edəndə, xitab edəndə xurma kötüyünün üzərinə çıxardı. Sonra səhabələr onun üçün minbər düzəltdilər. Birinci xütbəsində o minbərə qalxanda kötüyün iniltisi eşidildi. Ağladı, hətta səhabələr onun səsini eşitdilər. Rəhmətli olan, mərhəmətli olan, şəfqətli olan xütbəsini kəsib minbərindən düşdü. Qucaqladı kötüyü, sanki uşağı sakitləşdirir kimi onu sakitləşdirməyə başladı, nəhayət sakitləşdi və dedi ki, əgər onu qucaqlamasaydım, qiyamətə qədər onun iniltisini, səsini eşidərdiniz. Rəhmətindən, rəhməti hətta kafirləri əhatə edib. Heç də təkcə müsəlmanlarla kifayətlənməyib, əksinə rəhməti, hansı ki bütün həyatı boyu onunla bərabər idi, o şəfqəti, hansı ki gücündən idi, zəifliyindən yox,